Bərk dayanın, çox sadə və asan bir dənə resept verirəm mən sizə. Bunun üçün ilk öncə püreni hazırlayıb kənarda qoyursunuz, gözləyir. Toyuq firesini xırda-xırda doğrayıb üzərinə ədviyyatları, sarımsağı, zövqə görə əlavə edib qarışdırırsınız. Kərə yağında bunu bişirdikdən sonra üzərinə xırda doğranmış soğanı əlavə edirsiniz. Ondan sonra pomidor suyunu buraxandan sonra tomat əlavə edib qarışdırırsınız və sonunda 1 stəkan su əlavə edib qoyursunuz, dəmdə bişir. Saxsı qablarınız varsa daha yaxşı olar, yoxsa da fərqi yox. Digər qablar da əmələ gəlir. Qablar aşağısına püreni göstərdiyim şəkildə yayırsınız, üzərinə əti əlavə edirsiniz. Qabların forması vacib deyil. Üzərinə rəndələnmiş Holland pendirini əlavə elədikdən sonra airfryerdə və yaxud sobada pendir əriyənə kimi, zövqünüzə görə qızarana kimi gözlədib götürürsünüz. Bu formada servis edə bilərsiniz. Kəsib başqa qablara da formada servis eləmək olar. Yəni zövqünüzə necə uyğunsa elə edə bilərsiniz. Çox ləzzətli, çox sadə bir dənə reseptdir. Gözlədiyinizdən çox daha ləzzətli olacaq. Hazırlamaq üçün seyv eləməyi unutmayın. Nuş olsun.